Salam əziz abituriyentlər. Bu gün sizinlə UTK sınavının sinif 8-ci sınıfın izahlarına baxırıq. Choose the correct variant. She has friends in this city because she has lived here for 5 years. Məncə burada few friends olar. Bir dəqiqə. Burada few friends olar. Çünki deyir ki, burada 5 ildə yaşayır. Buna görə yəqin ki, az dostu olar deyə düşünürəm. Friends demdir deyə orada onsuz da much çıxır. A little çıxır, little da çıxır, qalır elə many ilə few arasında qalırıq. Tərcümə əsasında few-nu götürürük. 57-ci sualda choose the correct answer. This book isn't nöqtədən sonra isim və ya da isim yoxdur deyə mən yours silirəm. İsim istəyir, zev isim istəyir. Qalıram B, A, B, C arasında. İkinci zəvə baxıram. Nöqtə yoxdur, isimlə başlayır deyə hers-dən sonra isim olmaz. B-ni çıxıram. As'tan sonra da obyekt əvəzlikdə bu da isim qəbul etmir olsa bunda çıxıram, qalır A variantı. This book isn't mine. My book is on the table. Make up a sentence. Okay. 2 ilə başlayıram. We are waiting for the economy to recover. 4. Baxalım bu variantda 2, 5, 6, 3, 1, 4 D variantı. Choose the correct answer. The rules of the game. Bizdən mübtəda ilə xəbərin uzlaşmasını istəyir. Of-dan əvvələ baxaram. Rules cəm olduğu üçün cəm xəbər qoyacam. Weren't cəm xəbərdir. Aren't cəm xəbərdir. 1-dən 3 B variantı. Choose the compound nouns. Mürəkkəb isimləri istəyir mənə. Notebook mürəkkəbdir. Playground mürəkkəbdir. Bir də bookshelf mürəkkəbdir. 1, 3, 6 A variantı. Choose the correct answer. Düzgün cavabı istəyir. He is a cook. İsim olduğu üçün burada sifət qoymalıyam. Və əsasən də ad dərəcə olacaq. Çünki 5 üstünü deyə zəsi olmalıdır. Bunu çıxıram. Vəllər zərf deyə çıxıram. Qalıram A ilə C arasında. He prepares the meals. O yeməkləri hazırlayır. Yaxşı zərf olmalıdır deyə prepare'yə görə. Ona görə A-nı çıxıram. Qalacaq C variantı. Good, well. He is a good cook. He prepares the meal well. 62-də choose the correct modal verb. Modal istəyir məndən. Nöqtə to'dur. Baxıram, might-dan sonra to işlənməz. A-nı silirəm. Could-dan sonra to olmaz. C-ni silirəm. Can-dən sonra to olmaz. C-ni silirəm. B ilə D arasında qalıram. Will-in B-si yoxdur deyə B-ni də silirəm. Qalır D variantı. She was able to finish her project on time because she worked hard. Choose the correct variant. Düzgün variantı seçməyimi istəyir. Mən baxıram, botdan sonra bu nida cümləsidir. It is tək olduğu üçün mən tək isim qoymalıyam. Black sheep təki və cəmi eyni isimdir. Onu tək olduğunu göstərmək üçün E artiklı qoymalıyam deyə A-nı çıxıram. Brave police cəmdir deyə yenə it is-lə uyğunlaşmır. B-ni çıxıram. A clever fox C doğrudur. C-ni götürürəm. A fat oxen olmaz. Oxen cəmdir yenə it is-lə uyğunlaşmır. D-ni çıxıram. Yenə də giss cəm olduğu üçün a white giss olur. E olmaz giss-lə. Bunu da çıxıram. Qalır C variantı. 64-də baxırıq. Choose the correct answer. Düzgün cavab istəyir. Tom to the gym every day. Every day olduğu üçün Tom goes to the gym every day. But his brother doesn't olmalıdır. O da olur B variantı. 64 olur B variantı. Choose the correct variant. I don't have information sayılmır. Some olabilir. Anything olmaz, isim işlənmir. Not inkarlıq olduğu üçün some işlənməz. No'lar da çıxır. Qalır ilə A variantı. Any information about the meeting. So ask somebody else about it. Cümləsi bu haqda soruş. Change the sentence into the passive voice. The teacher explains the lesson clearly. The lesson gətirirəm əvvələn. The lesson bir də explains inici zaman olduğu üçün lesson təkdə is explained clearly by the teacher. Elə B variantı düzgün cavabda 66-da. 67-də choose the correct variant. Freezing, very cold. 1C. Single, the only. 2A. Terrifying. Very scary. B. 1C. 2A. 3B. C variantı. Choose the correct answer. These artists have a strong following. Bu söz görünmür deyə bu sualı cavab edə bilmirəm.
To the old da ola bilər. The old-la yəqin ki, old people-lar deyə düşünürəm. Bəlkə də birlə iki ola bilər. Halbuki yenə bir təxmin edə bilmirəm ki, çünki sual tam düşməyib. Mətnlərin isə cavablarını deyirəm. Beləcə qeyd edə bilərsiniz deyə düşünürəm. Ya da ki, digər videoda deyəcəm, baxarsınız oradan.